Müğənni Afət Fərmanqızı həmkarı Kəmalə Günəşli haqda şok fikirlər səsləndirib. Analog Az xəbər verir ki, müğənni rəngarəng verilişinə zəng edərək Kəmalə Günəşlinin onun haqda səsləndirdiyi fikirlərə cavab verib. Fərmanqızı Kəmalə Günəşli Salyanda toya bir yeşik gilasa və quru balığa gəlmişdi. Gözləri də biraz əyridir. Açıqlamasını edib. Efirdə müğənnilər arasında gərginlik yaranıb. Düştü. O xanım mən toy aparırdım Salyanda. Orada dedilər olar mı istəyir də bu da oxusun burada bir mahnı. Bəs istəyirik ona bir mahnı oxusun dedi. Pul zada alın. Pula zada gəlməyib dedi. Pulla gətirməmişik. Dedim o nə deməkdir? Azərbaycanlımızdır gəlsin, xoş gəlir. Hə dedilər Salyanda da bilirsiniz də balığın məskənidir. Quru silyotka balığı elə bil dedilər verəcək. Bir yeşikdə gilasla quru balıq. Ondan yadımda qalıb. Mənə də belə açığı dedim, kaş əlib onun çörəyə çatardı. Pul əvəzinə yəni. Dualarımı eşitdi. Rauf adında ev sahibi var idi. Sonralar eşitdim ki, rəhmətə gedib, Allah rəhmət eləsin. Bax, onların toyuna o Salyanda bir yeşik gilas, bir də Bunun səsini artırın biraz uşaqlar mikrofonu. Ona gəlmişdi, yəni çox belə, yəni hamımızda, yəni qardaşlar ansamblı, qardaşların ansamblıydı Fərhad Tufan. Gəldi o da belə biraz qışqırmağı yadımdadır ki, qışqırırdı. İndi hər bir oxu tərzi var. Mən pis demirəm də. Bir balaca da elə bir gözündə hərdən nəsə belə Allah kömək olsun, Allah. Mən pis mənayla demirəm Allah haqqı. Yəni olan deyirəm də, şər deyil ki, mən demirəm ki, yəni gözəl deyə. Sonra yaş məsələsində də pasportumu göndərdim. Bir onunkine də baxın, görək nədən danışır. Pasporta baxın. Onun vaxtı keçib deyirsiniz. Onun demək istəyir ki, Pasport burada friçol. qeyr vaxtı keçib deyib. Bir yaşımıza baxsın. Başa düşdün onu demək istəyir. Burada nə baş